Sürətli və yavaş gəzənlər üçün zolaqlar sınaqdan keçirilir. Cənubi Koreyada şəhər mühitini daha rahat və təhlükəsiz etmək məqsədi ilə maraqlı layihəyə start verilib. Ölkənin bəzi iri şəhərlərində piyadalar üçün sürətli və yavaş hərəkət zolaqları yaradılaraq sınaqdan keçirilir. Yeni sistem ilk olaraq dəmir yolu vağzalları, ticarət küçələri və piyadaların sıx hərəkət etdiyi səkilərdə tətbiq olunmağa başlayıb. Layihəyə əsasən səkilər iki hissəyə bölünür. Sürətli tempdə hərəkət edənlər üçün nəzərdə tutulan zolaq və daha yavaş addımlayan piyadalar üçün ayrılmış xüsusi zolaq. Mütəxəssislərin fikrincə bu yanaşma insanların bir-birinə mane olmadan hərəkət etməsinə imkan yaradacaq. Xüsusilə yaşlı şəxslər, uşaq arabası ilə gəzən valideynlər, ağır çamadan daşıyan turistlər və sakit gəzintiyə üstünlük verənlər üçün şəhərdə hərəkət daha komfortlu olacaq. Layihə müəllifləri hesab edirlər ki, piyadaların hərəkətinin bu şəkildə təşkil olunması sıx insan axınının yaratdığı stresi azaldacaq, toqquşma və narahatlıq hallarının qarşısını alacaq. Onların sözlərinə görə bu təşəbbüs müasir urbanistika sahəsində insan rahatlığını ön plana çıxaran yeni yanaşmanın bir hissəsidir. Əgər sınaqlar uğurlu nəticə verərsə, sistemin ölkənin digər şəhərlərində də geniş tətbiq olunacağı gözlənilir.